Salam əziz 5-cilər, artıq sizinlə 16-cı mövzudayıq. Bugün sizə Azərbaycan necə parçalandı mövzusunu izah eləyəcəm. Bu, hər bir Azərbaycanlının bilməli olduğu bir hissədir. Çünki biz tariximizi bilməsək, o səhvləri təkrar yaşaya bilərik. Videoda sizə əlavə məlumatlar verirəm, videolar da göstərirəm deyə video biraz uzun olacaq. Çalışın ki, hamısına baxın ki, heç bir hissəni itirməyəsiniz. Hər zaman olduğu kimi biz sonunda hansı təlim nəticəsinə nail olmalıyıq? Onu qabaqcadan bilək. Siz xalqın mənafeyinin qorunmasında vahid dövlətin rolunu dəyərləndirməyi bacarmalısınız. Gəlin iki xəritəni müqayisə eləyək. Birinci xəritəyə diqqətlə baxın. Birinci xəritə Azərbaycanın hansı dövrünü təsvir eləyir? Təbii ki, xanlıqlar dövrünü. Bu dövrdə vahid dövlət yox idi, siyasi dağınıqlıq var idi, daxili çəkişmələr var idi və bu formada olmağımız işğalçıların yürüşlərinə səbəb olmuşdu. Bu formada olmağımız Azərbaycan torpaqlarını iki dövlət arasında müharibə meydanına çevirmişdi. Rus və Qacarlar arasında. Bu formada olmağımız Azərbaycanın ilk dəfə Gülüstan müqaviləsi ilə parçalanmağına, daha sonra isə Türkmənçay müqaviləsi ilə parçalanmanın rəsmiləşdirməsinə səbəb olmuşdu. Bu xəritənin nəticəsi digər xəritədir. Araz çayı sərhəd olmaqla iki yerə bölünməyimizə. Nəinki torpaqlar parçalanmışdı, xalqımız da iki yerə bölünmüşdü. Artıq Araz çayı ədəbiyyatlarda həsrət çayı kimi, iki qardaş arasında salınan pərdə kimi dəyərləndirilirdi. Bu dərsdə vahid dövlətin olmamasının hansı nəticələri oldu sualına cavab axtaracağıq. Keçək mövzunun izahına. Uşaqlar, yenə də sizdən bir xırda kiçik bir xahişim olacaq ki, bu mövzunu paylaşın dostlarınızla ki, onlar da dərsi yaxşı mənimsəsinlər. Yəni, bu videoya axıra qədər baxsaz, məktəbdə müəllimlərinizin suallarına tam cavab verə biləcəksiniz. Mövzunu izah edək. 19-cu əsrin əvvəllərində Rusiya imperiyası Qafqazda yenidən fəallaşmağa başladı. Rus çarları israrla 1-ci Pyotrun vəsiyyətlərini gerçəkləşdirməyə çalışırdılar. Onlar Qafqazı bütünlüklə ələ keçirtmək, buradan digər şərq ölkələrinə, o cümlədən Hindistana keçmək niyyətində idilər. Qafqaz. Hal-hazırda Cənubi Qafqazda 3 ölkə var. Azərbaycan, Gürcüstan, Ermənistan. Cənubi Qafqaza ruslar Zaqafqaziya deyirlər. Şimali Azərbaycan deyəndə biz Cənubi Qafqazı nəzərdə tuturuq. Cənubi Qafqazın yuxarı hissəsində isə Şimali Qafqaz var. Hətta bəzən uşaqlar deyir ki, müəllimə, Cənubi Azərbaycan Cənubi Qafqaz olsun. Təbii ki, bu deyil. Şimali Azərbaycan bərabərdir Cənubi Qafqaz. 1-ci Pyotrun planlarını vaxtı ilə Şərqin son fatihi Böyük Azərbaycan sərkərdəsi Nadir pozmuşdu. 18-ci əsrdə o, çətin vəziyyətdə olan ölkənin qüvvələrini bir yerə toplaya bilmiş, xalqı birləşdirmiş, dövlətin gücünü artırmışdı. Azərbaycana yürüş etmiş ilk rus çarı Pyotr sayılır. 1722-1723-cü illərdə. Amma Nadir Azərbaycanı birləşdirib yeni dövlət yaratmış, işğalçıları qovmuşdu. 1736, yəni 18-ci əsr. Təəssüf ki, həmin dövr, zaman həmin zaman deyildi. İndi neçənci əsr idi? 19-cu əsr. Azərbaycan çox saylı xırda dövlətlərə, xanlıqlara parçalanmışdı. Bir daha qeyd edirəm, vahid dövlət yox idi. Daxili çəkişmələr, ara müharibələr hökm sürürdü. Tehranı paytaxt edən türk əsilli Qacarlar isə kifayət qədər güclü deyildi. Rusiyanın planlarında Azərbaycanın torpaqları xüsusi yer tuturdu. Çar yaranmış bu əlverişli siyasi şəraitdən istifadə etmək qərarına gəldi. Əvvəlcə o, Borçalı, Qazax, Şəmşəhdili işğal etdi.
Daha sonra isə Azərbaycanın içərilərinə doğru irəlilədi. Gəncə xanı Cavad xanın Rus qoşunlarına qarşı qəhrəmanlıqla mübarizə aparması, şəhid olması xəbəri hər yerə yayıldı. Gəncə xanlığının işğalından sonra Qacarlar müharibəyə qoşuldu. İki dövlət arasında 1804-1813-cü illəri əhatə edən Birinci Rus-Qacar müharibəsi başladı. İki dövlət arasında uzun sürən müharibə Rusiyanın qələbəsi ilə bitəcəkdi. Elə bu müharibə davam edərkən 1805-ci ildə Qarabağ xanı İbrahim Xəlil xan könüllü şəkildə Rusiyanın tabeliyinə keçməyə razı olmuşdu. Bu isə bizim əvvəlki dərsimizdə idi. Bilin ki, Kürəkçay müqaviləsi də bu müharibə müddətində imzalanıb. Testlərdə sizə kömək olsun. 1813-cü ildə Qacarlar və Rusiya arasında Gülüstan sülhü imzalandı. Gülüstan Qarabağ xanlığı ərazisində bir kənd idi. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqlarından başqa bütün Şimali Azərbaycan Rusiyanın tərkibinə keçirdi. Hətta Lənkəran xanlığı da. Bu müqavilə iki imperiya arasında şimal və cənub olmaqla parçalanmağımızın əsasını qoydu. Elə bu müqavilədən sonra Şimali Azərbaycan, Cənubi Azərbaycan ifadələri ortaya çıxdı. Azərbaycan şimal torpaqlarının böyük hissəsi dini, dili ayrı olan işğalçıların hakimiyyəti altına düşdü. Bu ədalətsiz müqavilə xalqımızı parçaladı. Şimal torpaqlarında Çar Rusiyasının amansız müstəmləkə rejimi quruldu. Yadda saxlayın uşaqlar. Mən çalışıram ki, test izah edeyim, video izah uzun olmasın ki, bütün hissələrinə baxasınız. Amma yenə də uzun olmalı olur. Demək, baxın, Gülüstan müqaviləsində şərt nə idi? Naxçıvan və İrəvan istisna olmaqla bütün Şimali Azərbaycanın Rusiyanın tərəfinə keçməsi tərkibinə. Rusiya isə İrəvan və Naxçıvanı da tutaraq Osmanlı sərhədinə çıxmaq, Cənubi Qafqazın işğalını bütünlüklə tamamlamaq istəyirdi və bu yeni müharibəyə səbəb oldu. 1826-cı ildə Qacarların Şimali Azərbaycana hücumu ilə yeni müharibə başlandı. İlk vaxtlar Uğur Qacarların tərəfində idi. Hətta Rus qoşunları Azərbaycanın əksər şəhərlərindən qovulmuşdu. Lakin hərbi əməliyyatlarda yol verilən səhvlər, Rusların Qafqaza əlavə qüvvələr yeritməsi vəziyyəti kökündən dəyişdi. İrəvan və Naxçıvanın Rusiya tərəfindən işğalı başlandı. Bir neçə döyüşdə məğlub olan Qacarlar sülh bağlamağa məcbur oldular. 1828-ci ilin fevralında Təbriz yaxınlığındakı Türkmənçay kəndində yeni müqavilə imzalandı. Onun şərtləri Gülüstan müqaviləsindən də ağır idi. Qacarlar İrəvan və Naxçıvanın Rusiyaya keçməyinə razılıq bildirdilər. Hətta Qacarlar Rusiyaya dəymiş ziyanı ödəmək üçün təzminat verdilər. Və Qacarlar Rus çarının erməniləri Azərbaycana köçürməklə bağlı istəyinə mane olmamalı idilər. Elə Türkmənçay müqaviləsindən sonra kütləvi olaraq Qacarların ərazisindən ermənilər Şimali Azərbaycana, yəni Cənubi Qafqaza köçürüldülər. Türkmənçay müqaviləsi Azərbaycanın parçalanmasını qəti şəkildə rəsmiləşdirdi. Bu müqavilədən bir qədər sonra İrəvan və Naxçıvan xanlıqları da ləğv olundu. Yəni xanlıq statusları ləğv olundu. Onların yerində erməni vilayəti yaradıldı. Tarixi İrəvan ərazisində isə gələcəkdə çox təəssüf ki, erməni dövlətinin əsası qoyulacaqdı. Belə deyək, köçürülənlər ermənilər kütləvi şəkildə Qarabağa, Naxçıvana, İrəvana köçürüldülər. Müharibənin gedişində Rus qoşunları hətta Cənubi Azərbaycanın bəzi şəhərlərini də işğal etmişdilər. Onlardan biri Ərdəbil idi. Bu şəhərdə qədim əlyazmalar saxlanılan zəngin kitabxana var idi. Şəhəri işğal edən ruslar bu zəngin xəzinəyə sahib olmaq istəyirdilər.
Rus generalında bu məqbərədəki kitabları ələ keçirməyə əmri verilmişdi. Ancaq bu iş çox ehtiyatla görülməli idi. Əhali bundan xəbər tutmamalı idi. Niyə? Çünki Şeyx Səfi məqbərəsi əhali üçün müqəddəs bir yer idi. Əgər ruslar gəlib buradan zorla kitabları götürsəydilər, xalq hamısı ora hücum eləyə bilərdi. Rus generalı hiyləyə əl atır. Məqbərəyə böyük xalı bağışlayır. Sonra kitabxanaya cavabdeh olan din xadimlərini yanına çağırıb, onlara bildirir ki, Çar öz müsəlman əhalisinə təhsil vermək istəyir və bu kitablar ona lazımdır. Güya onlar kitabların üzünü köçürdüb geri qaytaracaqlar. Sadəli və imanlı din xadimləri bu yalana inanırlar. Nadir əlyazmalar 500-ə yaxın kitab Rusiyaya daşınır və Ərdəbil əhalisi uzun müddət bu kitabların qaytarılmağını gözləyir. Azərbaycan iki yerə parçalanandan sonra Araz çayı həsrət çayına çevrildi. Araz çayı bir vaxtlar bir xalqı ayıran sərhəd olmaqla günahlandırıldı. Bu çayın suyuna baxanda Niskildən həsrətdən yaranan göz yaşlarını görmək mümkündür. Hər damlasında bir Niskil, hər damlasında bir sevda var. Araza mahnılar bəstənildi, Araza şeirlər həsr olundu. Gəlin bu mahnılardan birinə bir yerdə baxaq. Araz, Araz, Xayyan Araz, Sultan Araz, Xayyan Araz, səni görürüm yanasan, el dərdini qan Araz. Araz səndən kim geçti, kim qərq oldu, kim geçti? Fələk gəl sabit eylə, hansı günüm xoş geçti? Fələk gəl sabit eylə, hansı günüm xoş geçti? Arazı ayırdılar, qumuyla doyurdular. Mən ondan ayrılmazdım, zulmüyle ayırdılar. Mən yardan ayrılmazdım, zulmüyle ayırdılar. Arazın aşkımla bak, feleğin meşkine bak. Arazın Uşaqlar, hal-hazırda Cənubi Azərbaycan, Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərimiz İranın tərkibindədir. Milyonlarla azərbaycanlı yaşayır Cənubi Azərbaycanda, İranda. Dilimizi qoruyurlar, türk dilini, Azərbaycan dilini qoruyurlar, adət-ənənələrimizi qoruyurlar. Gəlin, sizə qarşıdan həmrəylik bayramı gəlir. Gəlin bir video göstərəcəm sizə. Bu videonun hər bir hissəsinə baxın, oradan sizə suallar verəcəm. Akşam danışmışıq hep Bakıdan danışmışıq. Gelsin. Bakıdan gelmişik, Bakıdan. Nereye gözlüyoruz burada? Vətənin bağrı səbəbsiz, birlikdə bugün tapmalıyıq dərdinə çarə. Can qardaşı, qan qardaşı, şan qardaşı. Vətənin doğma torpağı, var tükənməz oldu, sönməz ocağı. Azadlığa çıkmaq üçün çalsın bayrağı. Əmoğlumu sana gəlsin, əmoğlumu Ramazanı. Hayırdır?
Geliş olan kimin birinci geleceğim Allah koysun. İskillerden oldum, millet oldum, kollar oldum. İskil kavgan oldum, teyzem oldum, yurdan oldum. İskil hak yolunda andımızdan dönmeyiz bak. Kılıç sürme karşı ey mutlaka. Olmasınlar serseriz, bir bayrak altında birleştir bizi. Bayrağa birler, olmasınlar serseriz, bir bayrak altında birleştir bizi. Bayrağa birler, olmasınlar serseriz, bir bayrak altında birleştir bizi. Bayrağa birler, olmasınlar serseriz, bir bayrak altında birleştir bizi. Uşaqlar, Sovet-İran sərhədi bağlı idi və Cənubi Azərbaycan soydaşlarımız Şimali Azərbaycanda yaşayanları görə bilmirdilər. Ana balasını görə bilmirdi, qardaş bacısını görə bilmirdi. Hətta bundan bezən xalq 1989-cu ildə Naxçıvan hissəsində Araz çayına gedərək iki dövlət arasındakı sərhədləri, dəmir barmaqlıqları qırmağa başladı. Bu hadisə 1989-cu ilin 31 dekabrında olub. Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyətini davam edərkən 1991-ci ildə məhz həmən günü 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü kimi rəsmiləşdirir və Azərbaycançılıq ideologiyasını dövlət səviyyəsində möhkəmləndirir. 31 dekabr hal-hazırda dünyanın dörd bir yanında yaşayan Azərbaycanlıların birləşməsinə təkan verir. Onu daha da gücləndirir. Keçək suallarımıza, tapşırıqlarımıza. Birinci, burada müəllimlər qruplarla da iş verə bilərlər. Mən sadəcə bu sualları sizə izah eləyəcəm. Xəritədə Azərbaycan xanlıqlarının yerini göstərməlisiniz. Rusiyaya keçən əraziləri rəngləməlisiniz. Digər bir qrupa isə veriləcək Türkmənçay və Gülüstan müqavilələrinin fərqli və oxşar cəhətlərini tapmaq. 2 dənə dairə çəkib, məsələn, birində yazmalısınız ki, Gülüstan 1813, Türkmənçay 1828. Türkmənçayın xanasının yanında yazmalısınız ki, təzminat. Çünki bu müqavilədə İran Qacar tərəfi təzminat ödəməli olmuşdu. Sonra Türkmənçay hissəsində həm də yaza bilərsiniz ki, İrəvan və Naxçıvan Rusiyaya verildi. Uyğunlaşdırmağa baxaq. Gülüstan müqaviləsi 1813, Türkmənçay 1828, Rusiya hansı müqavilə ilə Azərbaycan 2 yerə bölünüb? Həm Gülüstan, həm Türkmənçay. Rusiya necə dövlət idi? İşğalçı dövlət idi. Bu müqavilələrin nəticəsində nə olmuşdu? Rus və Qacar Azərbaycanı 2 yerə bölmüşdü. Venn diaqramında uşaqlar bunu bir də izah eləyim. Gülüstan, Türkmənçay. Hər ikisinin oxşar cəhəti Rus-Qacar arasında imzalanmışdı. Fərqli cəhəti 1813, 1828. Daha bir oxşar cəhəti hər ikisi 19-cu əsrə aiddir. Bu ilk dəfə Azərbaycanı parçalayırdı. Bu isə Azərbaycanın bölməsini qəti rəsmiləşdirirdi. Başqa bir qrupun sualları doğru və yanlış. Gülüstan müqaviləsi 1828-də yox, yanlışdır. 1813-də imzalanıb. Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan Rusiyaya verilib? Bəli. Ruslar erməniləri Azərbaycan torpaqlarına köçürdüb?
Bəli. Müqavilələr nəticəsində Azərbaycan güclənib? Xeyr. Xanlıqlar birləşib Rusiyaya qalib gəlib? Çox təəssüf ki, xeyr. Demək, burada da boşluqları dolduracaqsınız. Gülüstan müqaviləsi 1813-də imzalanıb. Türkmənçay 1828. Rus Azərbaycan torpaqlarını işğal edib. İrəvan və Naxçıvan məhz Türkmənçay ilə Rusiyaya keçib. İrəvan şəhəri Ermənistanın ilk paytaxtı olub. Bu da düzdür. Ümumiləşdirmə aparaq. Sizcə, niyə Rusiya Azərbaycan torpaqlarının işğalına önəm verirdi? Məsələn, Cənubi Qafqazı işğal edəndən sonra Şərq ölkələrinə yiyələnəcəkdi, Hindistana tərəf gedəcəkdi, Cənubi Qafqazı işğal edəndən sonra Osmanlı torpaqlarına hücum edəcəkdi və s. Xanlar hansı səhvə yol vermişdilər? Ən böyük səhvləri birləşməmək idi. Birlikdə mübarizə aparmamaq idi. Qacarlar nə üçün Şimali Azərbaycana hücum etmişdi? Gəncənin Rusiya tərəfindən işğalından sonra. Səbəb-nəticə əlaqələrinə baxaq. Ruslar Qafqazı işğal edib Hindistana çıxmaq istəyirdilər. Bəli. Nəticə olaraq isə Rusiya Hindistana qədər irəliləyə bilməmişdi. Hindistan çünki İngiltərənin müstəmləkəsi idi. Ölkə xanlıqlara parçalanmışdı. Bəli, nəticə nə oldu? Müharibə, Azərbaycan xalqı torpaqları işğal olundu, xalq iki yerə parçalandı. 1813-də müqavilə imzalandı. Hansı müharibədən sonra? 1804-də başlayan müharibədən sonra. 1826 Qacarlar Şimali Azərbaycana hücum etdi və nə başladı? İkinci Rus-Qacar müharibəsi. İkinci Rus-Qacar müharibəsindən sonra hansı müqavilə imzalandı? Türkmənçay müqaviləsi. Bunu da uşaqlar artıq özünüz yəqin ki, başa düşdünüz. İstəyirsiniz ekranı dayandırıb bu tapşırığı özünüzdə eləyə bilərsiniz. Ev tapşırığı ilə isə nə verirəm? Araz çayı ilə bağlı bədii təqdimat hazırlamaq. Uşaqlar, başa düşürəm, video uzun oldu. Amma içində də başqa videolar olduğu üçün, tapşırıqlar olduğu üçün video bu qədər uzun oldu. Tam baxın. Təzədən yenə kitabınızı oxuyun. Öz qeydlərinizi aparın. Hətta dərsi belə deyək də, artıq hamının evində televizor var. Birbaşa dərsi televizora yönləndirib oradan da baxa bilərsiniz. Yaxşı oxuyun ki, müəllimlərinizin suallarına ətraflı cavab verə biləsiniz. Növbəti dərslərdə görüşərik.